Sizi and veririk İmam Hüseyn pərçəminə. Çox xahiş edirəm bu sualıma dəqiq cavab verin və səmimi cavab verin. İndiyə qədər sosial şəbəkələrdə olmaq olsun, real həyatda mı olsun. Görmüsünüzmü ki, Əli Cavadi öz keçmişdəki günahlar haqqında danışır ki, mən keçmişdə belə günah eləmişəm, belə pis hərəkət görmüşəm, belə nə bilim, nəsə pis əməl eləmişəm. Başlasın insanlar arasında bu günaha danışmağa. Əgər görmüşsünüzsə, əgər dəlilimiz, sübutunuz varsa, buyurun, göstərin bizə. Biz əstəğfurullah məsum deyilik. Məsum olan tək Allah, peyğəmbərlər, bir də Əhl-i əleyhissalam övliyalardır. Bizim də günahımız var. Amma biz bunu ictimaiyyətə bildirmirik. Biz bunu insanlara bildirmirik ki, biz falan günah eləmişik. Məsələn, cəmiyyətdə bu cür insanlar var. Namaza gəliblər, ibadətə gəliblər, tövbə ediblər, günaha və başlayırlar öz günahlarını faş eləməyə, öz günahlarını danışmağa ki, mən keçmişdə belə günah eləmişəm, mən keçmişdə belə hərəkət görmüşəm, mən keçmişdə üzr istəyirəm, belə zina eləmişəm, belə içki içmişəm, belə araq içmişəm, belə nə bilim, belə deyək də, alkoqol istifadə etmişəm və s. Əgər Allah sizi bağışlayıbsa, Allah tövbələri qəbul edibsə, niyə öz günahlarınızı insanlar qarşısında danışırsınız? Məgər günah haqqında danışmaq özü böyük bir günah deyilmi? Sualım budur. Yəni, hər bir insan həyatda günah ola bilər. Yenə də deyirəm, günahsız bircə Allahdır, onun peyğəmbəridir, Əhl-i əleyhissalamdır, bir də övliyalardır. Vəssalam. Amma günahı faş eləmək, günahı insanlara təqdim eləmək yaxşı bir şey deyil. Misal olaraq demək istəyirəm ki, Hz. Əli əleyhissalamın vaxtında bir nəfər insan var idi. Səpərdən görüb ki, bu həmin insan şərab içir, içki içir evin içərisində. Hz. Əli əleyhissalamı gəldi dedi ki, ey Əli, ey möminlər əmiri, bəs filan kəs günah elədiyi halda gördüm onu. Dedi ki, İmam Əli əleyhissalam bunu evdə mi eləyib, yoxsa ictimai? Dedi ki, evdə eləyib həmin günahı. Həzrət Əli əleyhissalam səhv eləmirsə dedi ki, buna 100 dənə şallaq vurur. Dedi, axı mənim nə günahım var, siz məni niyə şallaqlayırsınız? Deyir, çünki bu evdə günah eləyirdi, bir o bilirdi, bir də Allahı. Amma sən onun günahını gəldin insanlar arasında mənə dedin. Ona görə sənin cəzan bax budur. Ona görə insanlar gərək günahı haqqında danışmasın, söhbət eləməsin. Müxtəlif cür günahlar ola bilər, insan tövbə eləyə bilər, Allah bağışlaya bilər. Amma günahı danışmaq yaxşı bir şey deyil. Mən falan şey eləmişəm, mən bunu eləmişəm, nəyə lazımdır? Əgər Allah görürsə, əgər Allah tövbələr qəbul edibsə, insanlar kimdir ki, bu sizin günahınızı görsün? Və sabahki gün məclisdə sizlə bir nəfər arasını dəyəndə və yaxud da belə deyək də, davavuz düşəndə və yaxud söhbətiniz düşəndə, o həmin insan gedib sizi deyəcək ki, falan kəs keçmişdə belə günah eləyirdi, sizi başlayacaq abırınızı aparmağa. Niyə? Çünki bunun səbəbkarı sizsiniz.